Bildiyimiz kimi Ağa Rəsulullah 63 il ömr edib. Hicrətin 10-cu ili Səfər ayının 28-i dünyasını rehlət edib. Aləmi fanidən aləmi bəqaya, həmişəlik olan aləmə, əbədi bir varlıq aləminə köç etmiş. Ağa Rəsulullah 40 yaşında Peyğəmbərliyə çatıb. 13 il Məkkədə Peyğəmbərlik edib, 10 il isə Mədinədə. 40 yaşında Peyğəmbərliyə çatdı, 13 il Peyğəmbərliyi ki Məkkədə etmiş, 53 yaşında Ağa Rəsulullah Məkkədən Mədiniyə hicrət etmiş və 10 ildə Mədinədə Peyğəmbərlik, ilahi əmri, vəhyi insanlara çatdırmış və 63 yaşında hicrətin 10-cu ili, bəzi tarixlərdə 11-ci ilin əvvəlləri Ağa Rəsulullah dünyasını dəyişmiş. Biz qısaca olaraq, çünki əziz məddəh qardaşlarımız da gəliblər, onlardan da istifadə edək deyə, Ağa Rəsulullahın o axır, ömrünün axır günlərində baş vermiş bir neçə qısaca hadisələrə toxunacaq. Tarix yazarlar yazıblar, mühəddislər, ravilər yazıblar, xüsusilə Şiə məzhəbinin, Şiə aləmində o parlaq simalardan olan Əli ibn Bababey, Şeyx Səduq əleyhir-rəhmə öz əsərlərində bu hadisəni mərhum Şeyx Əbbas-ı Qummi Müntəhəl Amalında və başqa bir neçə mənbələrdə bu deyəcəyim hadisə öz əksini tapmış. Yazırlar, Ağa Rəsulullah elə ki bildi ilahi əmr, təqdiri ilahi gəlib, getməlidir. Çünki Quran-ı Kərimdə Allah Müteal nə buyurur? Kullu nəfsin zaiqətul mavt, sümmə iləyna turcaun. Bütün canlılar o ölümü dadacaq, bu rehləti dadacaq, sonda bizə doğru qaydacaq. Biz gəldiyimiz kimi bir gün gedəcəyimizi bizdən daha gözəl bir şəkildə Peyğəmbərimiz bildiyindən o Mələkül-Mevt, Allahın can alan mələyi Cənab-ı Əzrail bu xəbəri Ağa Rəsulullaha gətirir. Bizlərdən onların fərqi odur ki, bizlər ölümün nə zaman gələcəyini bilə bilmirik. İmam Rıza aleyhissalam kəlamlarının birində buyurur, وَالْأَجَلْ يَعْتِي بَغْتَةً وَقَفْلَةً Ölüm ani və xəbərsiz gələr. Heç birimizə xəbər eləmədən, cavana, qocuya, xanıma, kişiyə baxmadan şahı gəda bilməz. Gəldi, getməlidir. Amma bizlərdən Bəni Adəm övladından fərqli olaraq Allah öz Peyğəmbərlərinə necə ki Həzrəti Nuh'a, Həzrəti Musa'ya qissələr, hekayələr eşidibsiz. Dünyasını dəyişməzdən öncə, aləmi fanidən, aləmi bəqaya getməzdən öncə xəbərdarlıq ediblər. Və elə sonuncu Peyğəmbərimizə də Allahın canalan mələyi vasitəsilə bu xəbəri söylədi. Yazırlar, bu xəbəri eşitsək, Ağa Rəsulullah Bilala fərman verdi ki, tam müəzzin idi. İslamın elə gözəlliyi onda idi ki, o ağdərli, qaradərli bilməzdi. Üstəlik, Ağa Rəsulullah fəsih ərəbi belə tələffüz edənlərlə ətrafında dolu olmasına baxmayaraq, hətta dilində fiziki qüsuru olan, pəltək olan bir kəsi belə İslamın azançısı, müəzzini belə qərar vermişdi. Bildiyimiz kimi Bilal-ı Həbəşi Ş hərfini deyə bilmirdi, tarix bu cür yazıb hədislərdə. Əşhədu əvəzinə əshədu deyərdi. Amma fitrəti xilqəti o cürdür deyə Allah elə sığını da ondan Ş təki qəbul edər. Bu cür şəxsiyyət olmasına
müəzzini idi deyə fərman verdi ki, xəbər versin hər kəsə, bazar və məhəllədə, küçədə olan hər bir kəsə ki, Ağa Rəsulullah özünü mərəzi qisasda qərar verib. Bu xəbəri ki, eşitdi, yazırlar Ağa Rəsulullah əmmaməsini qoydu başına, kamanına söykənərək sağ tərəfində Əli ibn Əbi Talib əleyhissalam, sol tərəfində də Əmmar ibn Yasir. Ağa Rəsulullah minbərə çıxır və insanlar toplandıqda Bilalın azan səsini eşidib məscidə cəm olan ənsar və mühacirlər, bildiyimiz kimi mühacir o kəslərə deyirdilər ki, səhabələr içərisində Allah-u Teala Tövbə surəsinin 111-ci ayəsində bu haqda danışır. Mühacir Məkkədən Mədinəyə Peyğəmbərlə gələnlər, ənsarsa Peyğəmbəri Mədinədə qarşılayanlar idilər, həmfikir, həmrəy olanlar idilər. Mühacir hicrət edənlər, köç edənlər mənasına, ənsarsa yardım, köməkçi edənlər, kömək edən mənasındadır. Deyir, ənsar və mühacir hamısı cəm oldular. Çünki namaz vaxtı azanın eşidilməsi insanlarda, namaz qılanlarda, qılmayanlarda təəccüb hissi doğurmaz. Amma namaz vaxtı olmadan azanı eşidən hər bir kəs, qılan, qılmayan fərq eləməz, təəccüblənər ki, görən hansı bir qeyri-adi bir hadisə baş verib ki, azan verilir. Həmin vaxtda azan vaxtı olmadığından hər kəs eşidib təəccüb doğurub məscidə gəlirlər. Ağa Rəsulullah buyurur ki, o xəbər ki, Cənab-ı Əzrail Allah tərəfindən ona vermişdi, hər kəsə onu söyləyir. Deyir, mənim üçün buradakından o aləmdə qisas çətin olar, mənə çox ağır olar ənbiyanın, peyğəmbərlərin qarşısında, mələklərin qarşısında ümmətimdən biri iddia eləyir ki, mən istəyirəm peyğəmbəri qisas edəm. Mənim üçün orada çox çətin olar, amma burada siz və mən, əgər hər kəsə nə etmişəmsə, mən hazıram. Çünki Qur'an-ı Kərim buyurur, qisas nəyə deyərlər? Ediləni olduğu şəkildə qaytarmaq. Uzunun bil uzun ayə varmız, əzizlərimiz, ruhani və mətbəx qardaşlarım bilər, əhli elm var məclisdə bilərlər. Yəni, əgər biri qulağın, misal üçün, xəsarət yetiribsə, həmin miqdar qulağına, eynun bil eyn, gözə göz və s. ayə ilə Allah-u Teala izah edib. Ağa Rəsulullah səhabələrə üzünü tutaraq dedi, məyər mən sizinlə necə davranmışam? Məyər sizinlə cihadda siz təki iştirak etməmişəmmi? Elə bir cihad olubmu ki, mən sizi yollayam, özüm getməyəm, sizlə o cihadda iştirak eləməyəm? Bu qövmün o nadanları içərizdən mənim alnıma daş vurub, alnımdan qanın saqqalıma axıb, saqqalımın qana boyanmasını görməmsinizmi? Siz səhabələr içərisində mənim başıma, bu qövmün nadanları başıma külü necə tökdüklərini görməmsinizmi? Mənim dişimi Allahın əmrini təbliğ etməsi üçün necə salmasını görməmsinizmi? Ağa Rəsulullah bunların hamısını bir-bir söyləyir və buyurur, məyər mən öz ümmətim üçün İsar nəyə deyərlər? Bir səxavətli var, bir kərim var, bir də musir İsar edən. Səxavətli o kəsə deyərlər ki, biri ondan neysə istəyər, əli boş geri qaytarmaz, ehtiyacını ödəyər. Kərim adam ona deyərlər ki, bilər onun ehtiyacı var, istəmədən onu verər ki, istəməsi ilə həya edər, utanar, xəcalət çəkər deyə. Amma musir İsar edən ona deyərlər, o kəsə deyərlər ki, özünün ona ehtiyacı olduğu bir halda başqasının ehtiyacını öz ehtiyacından qabaq bilər. Başqasına verəcəyinə özünün ehtiyacı ola belə, amma başqalarını özündən qabaq bilər.
Ağa Rəsulullah buyurur, məyər mən sizin üçün, bu ümmət üçün, sizlər üçün ac qalmayasız deyə öz qarnıma daş bağlamamışam mı? Çünki Xəndək müharibəsində Allah rəhmət eləsin Abdullah Ansarini, Cabir ibn Abdullah Ansarini, o ki mühasirədə idi İslam ordusu, deyir, mən gördüm Peyğəmbəri bir daş bağlayıb. Axı, ac olarkən insan əlini mədəsinə qoymaqla, ağır bir şey qoymaqla o acılığı biraz keçər, zaman qazanar orada. Deyir, gördüm, dedim, ya Rasulallah, nədən bu daşı qarnıva bağlamısan? Dedi, üçün bu ordu içərisində ac olanlar, susuz olanlar var. Əgər onlar ac və susuz qala-qala mən yemiş olsam, sudan içmiş olsam, mən ilahi əmri vəzifəni düzgün yerinə yetirməmişəm. Çünki səhabələrdən də bunun şahidi olanlar vardı. Dedi, məyər mən sizin üçün isar edərək sizi doyurmaq üçün özüm ac olan bir halda qarnıma daş bağlamamışam mı? Dedilər, bəli ya Rasulallah, bunların hamısını etmisən. Dedi, bunların hamısını Allahın razılığını əldə etmək üçün etmişəm. İndi mən özümü mərəzi qisasda qərar verirəm. Kim üçün hansı bir sözüm, hansı hərəkətim əgər qəlbinə dəyibsə, onun canını acıdıbsa, cismini acıdıbsa, mən hazıram, hər kəs istəsə qisas edə bilər.